Hər vaxtınız xeyir, hörmətli APTV izləyiciləri. Yerində proqramında bu dəfəki qonağımız Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Montenegrodur. Cənab səfir, müsahibəyə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Salam, məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bu yaxınlarda Azərbaycanın nazir müavinləri Braziliya etdiyi səfər zamanı iki ölkə arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq mövzuları geniş müzakirə olundu. Bu səfərin perspektivləri haqqında nə deyə bilərsiniz? Səfərlər Azərbaycanın Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov tərəfindən həyata keçirildi. O, Braziliyaya növbəti siyasi məsləhətləşmələr turu üçün səfər etmişdi ki, bu da yüksək səviyyədə 5-ci siyasi məsləhətləşmələr turudur. Eyni zamanda İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə təxminən 10 nəfərlik və ya daha çox üzvdən ibarət nümayəndə heyəti Braziliyaya səfər etdi. Orada isə ticarət və investisiya sahəsində əməkdaşlıq üzrə ilk birgə işçi qrupunun görüşü keçirildi. Hər iki görüş çox önəmli idi. Siyasi məsləhətləşmələrin 5-ci turu artıq illərdir ki, təqvimimizin bir hissəsinə çevrilib. Hazırda yüksək səviyyədə siyasi məsləhətləşmələr üzrə mütəmadi görüşlər keçirilir, xüsusilə də Xarici İşlər Nazirinin müavinləri arasında. Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovla Braziliyanın Xarici İşlər Naziri arasında görüş olub və onlar ayrıca bir müzakirə aparıblar. Həm Elnur Məmmədov, həm də Elnur Əliyev Braziliyanın vitse-prezidenti cənab Alckmin tərəfindən qarşılanıblar. Qeyd edək ki, cənab Alckmin Bakıda keçirilən COP29-a nümayəndə heyətinin rəhbəri kimi qatılmışdı. 2024-cü ilin noyabr ayında isə Bakıdakı görüşdə bizim vitse-prezidentimiz cənab prezident İlham Əliyevlə görüşmüşdü. Görüş çox məhsuldar keçdi və onlar ticarət və investisiya sahəsində birgə əməkdaşlıq qrupu barədə danışıqlar apardılar. Əvvəldən bu görüş yüksək səviyyəli olmuşdu və nəticələr də çox ümidvericidir. Çünki artıq təhsil, enerji, kənd təsərrüfatı, turizm və kosmos sahələrini əhatə edən bir yol xəritəsi mövcuddur. Mən çox şadam ki, növbəti bir neçə il ərzində bu yol xəritəsi uğurla həyata keçiriləcək. Azərbaycan və Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Hansı töhfələr olacaq? Bilirsiniz, təhsil əslində mənim ən sevdiyim mövzulardan biridir. Digər bir mövzu isə kapoeiradır. Azərbaycanda da bu idman növü çox yaxşı inkişaf edib. Amma təhsil sahəsində əməkdaşlıq uzun müddətli layihədir. Çünki o etimad yaradır, icmaları birləşdirir. Başqa ölkədə təhsil alan insanlar həm o ölkə və cəmiyyət haqqında öyrənirlər, həm də real həyat təcrübəsi qazanırlar. Yəni, bu yalnız peşəkar hazırlıq deyil, həm də mədəniyyət, cəmiyyət və yaşam təcrübəsi ilə bağlıdır. Elə buna görə də mənim ən sevdiyim mövzulardan biridir. Təhsil sahəsində əməkdaşlıq uzun müddətli icma hissi yaradır və digər sahələr üçün də qapılar açır. Məsələn, Braziliya və Azərbaycan Kənd Təsərrüfatı Nazirlikləri arasında anlaşma memorandumumuz var və bu memorandum keçən ilin sentyabrında imzalanıb. Təhsildə inkişaf zamanı həm texnologiya mübadiləsi baş verir, həm texnologiyanın ötürülməsi olur, yeni elmi sahələr açılır, inkişaf etmiş təlim verilir və ideyalar mübadilə olunur. Bu bacarıqların artırılması sosial kapital münasibətləri gücləndirən hər şey deməkdir. Yəni, bu yalnız ticarət və ya mənfəət məsələsi deyil. Təhsil çox güclü münasibətlərin əsasını təşkil edir. Cənab səfir, enerji, kənd təsərrüfatı, turizm və texnologiya sahələrində əməkdaşlıq imkanları necədir? Bütün sahələr əlbəttə ki, texnologiya ilə bağlıdır. Texnologiya hər yerdədir. Məsələn, davamlı turizm üçün texnologiya, kənd təsərrüfatı üçün texnologiya, enerji sahəsində işləmək üçün texnologiya lazımdır. Kənd təsərrüfatına gəldikdə Azərbaycanın maraq dairəsində xüsusi sahələr var və bunlar texnologiyanın ötürülməsini tələb edir. Məhsuldarlıq isə əsas göstəricidir.
Yüksək məhsuldarlığa nail olmaq lazımdır. Eyni zamanda məhsuldarlığın davamlı olması vacibdir. Bugünkü kənd təsərrüfatı sahəsinin davamlılığı üçün çoxlu texnologiya və elm tələb olunur. Mən hesab edirəm ki, məhsuldarlıq üzərində işləyərkən həm əkinçilik, həm malqaranın və süd istehsalının məhsuldarlığı sahəsində yaxşı təcrübə mübadiləsi edə bilərik. Malqaranın məhsuldarlığı, süd istehsalı, fermerlik, bütün bunlar prioritet sahələrdir. Enerji məsələsinə gəldikdə isə Braziliya və Azərbaycan fosil yanacaqların, neft və qazın istehsalçısıdır. Biz böyük və əhəmiyyətli istehsalçıyıq. Həm də OPEC Plus üzvüyük. Buna görə maraqlarımız oxşardır. Texnoloji çağırışlarımız da eynidir. Xəzər dənizinə yaxın yerləşirik. Bu isə dünya üçün böyük enerji mənbəyidir. Həmçinin istehsalımızın əksəriyyəti dənizdən, dərin sulardan həyata keçirilir. Hər iki ölkə bu çağrışa cavab vermək üçün texnologiyalarını inkişaf etdirib. Bundan sonra yaşıl enerji keçidinə necə nail olmaq da ortaq maraqdır və çox vacibdir. Bizim prioritetlərimiz eynidir. Braziliya elektrik enerjisinin böyük hissəsini bərpa olunan mənbələrdən istehsal edir. Azərbaycan isə 2030-cu ilədək elektrik enerjisinin 40%-ni bərpa olunan mənbələrdən istehsal etməyi planlaşdırır. Beləliklə, ortaq maraq sahələri çoxdur. Nəhayət, texnologiyanın özü, kosmik texnologiya da ortaq maraqlarımızı kəşf etdiyimiz sahələrdən biridir. Space technology is an area in which we've discovered common interests. Bildiyimiz kimi Braziliya həm də futbol ölkəsi sayılır. Azərbaycan və Braziliya arasında idman əlaqələrinin gücləndirilməsi üçün hansı innovativ yanaşmalar mümkündür? We had one of the first agreements between Azerbaijan and Brazil was about sports. Azərbaycan və Braziliya arasında olan ilk razılaşmalardan biri idman sahəsində idi. 2 il əvvəl Braziliyanın idman naziri Bakıya səfər etdi və sizin Gənclər və İdman Naziri ilə razılaşma imzaladı. Bu razılaşma bir çox sahələrə əhatə edir. Təbii ki, mən artıq qeyd etdiyim Capoeira da burada önə çıxır. Bu, Braziliya döyüş sənətidir və Azərbaycanda yaxşı inkişaf edib. Hətta federasiyası var. Mən çox şadam və qürurluyam ki, Braziliya idman növləri bu qədər çox Azərbaycanlı gənc tərəfindən sevilir. Burada həmçinin jiu-jitsu fəaliyyəti də mövcuddur və bunu görməkdən çox məmnunam. Təbii ki, futbol haqqında danışmalıyam. Bilirəm ki, sizin Qarabağ komandası Çempionlar Liqasında yaxşı nəticələr göstərir. Əlbəttə, hər kəs yaxşı oynayır, amma Braziliya oyunçuları lazım olan anda qolları vurublar. Mən də Braziliya oyunçularının Azərbaycan futbolunun inkişafına verdiyi töhfələri görməkdən çox şadam. Bir neçə il öncə Braziliya Futbol Federasiyasının ideyası olaraq mən təklif etmişdim ki, gənc Azərbaycanlıları qəbul edək. Çünki bizim məktəblərimiz istedadları hazırlayır. Bu ideya da həmçinin inkişaf etdirilə bilər. Təbii ki, peşəkar futbol klublarının öz işə götürmə praktikaları var və mən çox şadam ki, onlar yaxşı Braziliya oyunçularını cəlb edirlər. Braziliya oyunçuları da burada oynamaqdan çox məmnundurlar. Mən onlarla danışmışam və onlar Azərbaycana uyğunlaşdıqlarını və çox xoş qarşılandıqlarını deyirlər. And they are very well adapted and very welcome here in Azerbaijan. Azərbaycan və Braziliya arasında birbaşa aviareyslərin açılması üçün hansısa planlar və ya danışıqlar aparılırmı? Well, I wish we had direct flights because it takes me one day to get home sometimes. Mən də arzulayıram ki, birbaşa aviareyslərimiz olsun. Çünki bəzən evimə çatmaq bir günümü alır. Əslində, biz artıq bu barədə danışıqlar aparırıq. İlk növbədə hava xidmətləri haqqında razılaşma üzərində danışıqlar gedir. Qeyd edim ki, razılaşma barədə sənədi Azərbaycan tərəfdən aldım və onu çox tez bir zamanda Braziliyaya göndərəcəm. Ümid edirəm ki, danışıqları yekunlaşdıraraq razılaşmanı imzalaya biləcəyik. Bu ilk addımdır. Bundan sonra aviaşirkətlər bir araya gələrək birbaşa uçuşların kommersiya aspektlərini müzakirə edə biləcəklər. Təbii ki, bu artıq ayrı bir məsələdir. Amma digər aviaşirkətlər oxşar xidmətləri təklif edir və mənfəətlidirsə, niyə Bakıya birbaşa uçuş olmasın?
Bakı regional bir mərkəz kimi çıxış edə bilər və digər istiqamətlərə davamlı uçuşlar həyata keçirilə bilər. Eyni zamanda Azal Braziliyaya gedə və Braziliyadan digər Cənubi Amerika istiqamətlərinə uçuşlar təşkil edə bilər. Braziliya COP30 vasitəsilə dünyaya hansı mesajı vermək istəyir? Bildiyimiz qədər tədbirin Belém şəhərində keçirilməsi heç də təsadüfi deyil. Biz COP30-a sədrlik edəcəyik. Əlbəttə ki, bu Bakıdakı COP29-dan sonra Azərbaycanla çox yaxın əməkdaşlıq çərçivəsində baş tutacaq. Braziliya və Azərbaycanın COP məsələləri üzrə birgə fəaliyyət göstərdiyi ən önəmli sahə 1,3 trilyon dollar hədəfi üçün yol xəritəsidir. İqlim maliyyələşdirməsində bu töhfə əsasdır. Amma Braziliyanın çatdırmaq istədiyi digər mesajlar da var. Konferansın Belém şəhərində keçirilməsi həm ətraf mühitin, həm də yerli icmaların biliklərinin əhəmiyyətini vurğulayır. Mesajlarımızdan biri mürəkkəbliyi qəbul etməkdir. Bizə idarə etmə, yerli icmaların və onların biliklərinin töhfəsi lazımdır. Bəzən bu elmi bilik deyil, bəzən icma təcrübələridir ki, onlar ətraf mühiti qorumaqda uğurlu olublar. Amazon böyük ölçüdə insanların burada yaşaması sayəsində mövcuddur. Amazonun yerli xalqları burada əsrlərdir yaşayır və meşəni məhv etməyiblər. Bu mesajlarımızdan biridir. Digər mesaj isə ondan ibarətdir ki, COP29-da Paris sazişinin 6-cı fəsli, karbon bazarları uzun müddət həll olunmamış məsələ Bakıda uğurla razılaşdırıldı. COP29-da töhfələri də 3 dəfə artırdıq. 100 milyard dollardan 300 milyard dollara. İndi isə 1,6 trilyon dollara çatmalıyıq. Braziliya istəyir ki, danışıqlar əməli işlərə keçirilsin. Bunlar əsas mesajlarımızdan ikisidir. Əlbəttə, formal danışıqlardan əlavə çoxsaylı sahələri əhatə edən fəaliyyət planına da keçməliyik. Bunlardan biri də dayanıqlılıqdır. Xüsusilə şəhər dayanıqlılığı. Bir neçə il ərzində dünyanın 70%-i şəhərlərdə yaşayacaq. Şəhərlərin istiləşmə zonaları və sənaye fəaliyyətləri iqlimə daha çox təsir edir. Buna görə şəhər dayanıqlılığı hər hansı fəaliyyət planı üçün çox önəmlidir. Bunu qeyd edirəm. Çünki bizim Şəhərlər Nazirliyi ilə sizin Şəhərsalma Komitəsi arasında çox yaxın əməkdaşlıq aparılır. Gələn il Bakı Dünya Şəhər Forumuna ev sahibliyi edəcək və orada şəhərlərin davamlılığı barədə çox önəmli və maraqlı müzakirələr olacaq. Bu da çatdırmaq istədiyimiz digər mesajdır. Azərbaycan bərpa olunan enerji sahəsində böyük layihələr həyata keçirir. Bəs Braziliya bu sahədə hansı təcrübələrə malikdir? Bu, Braziliyanın güclü tərəflərindən biridir. Sual verdiyiniz üçün təşəkkür edirəm. Biz elektrik enerjisi istehsal edirik. Braziliya elektrik enerjisinin ən böyük 6-cı istehsalçısıdır. Biz iqtisadiyyat baxımından 10-cu böyük ölkə olsaq da, enerji bazarında 6-cı yerdəyik və elektrik enerjisinin 90%-i bərpa olunan mənbələrdən əldə olunur. Əslində, biz artıq hədəfimizdən irəlidəyik. Çünki 2030-cu il üçün hədəfimiz 84% istehsal etmək idi. Amma artıq 90% əldə etmişik. Son 10 il ərzində külək və günəş enerjisinin payı 2%-dən 24%-ə yüksəlib. Buna 56% hidroenerjini əlavə etsək, həqiqətən təmiz bir enerji matriksi əldə edirik. Bundan əlavə, biz bioyanacaqlarla da işləyirik. Biz şəkər qamışı etanolundan istifadə sahəsində pionerlərik. Benzinimiz etanol ilə qarışdırılır və ya etanolun qiymətindən asılı olaraq insanlar sadəcə etanol da ala bilərlər. Çünki Braziliyada bütün mühərriklər hər iki yanacağı istifadə edə bilir. Təbii ki, elektriklə işləyən nəqliyyat vasitələrimiz də var. Böyük və sürətlə böyüyən bir bazar var. Məncə, ən yaxşı təcrübələri Azərbaycana da ötürə bilərik. Azərbaycanla birgə müəssisələr qurmaq çox faydalı olar. Çünki eyni hədəfləri güdürük və texnologiyamız var. Biz bu imkanları sürətlə genişləndiririk. Buna görə də mən hesab edirəm ki, bu da əməkdaşlıq edə biləcəyimiz sahələrdən biridir. Çünki Braziliya xüsusilə külək və günəş texnologiyaları sahəsində böyük inkişaf əldə edib.
technology. Cənab səfir, bizimlə dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, xatırladaq ki, yerində proqramında bu dəfəki qonağımız Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Montenegro idi. Sağ olun, salamat qalın.